Bir qızsansa bu videonu keçmə. Çünki bu gün sənin həmcinslərinin seçdiyi videolara baxacağıq. Bu gün qadınlarda yumor adlı bir video seçdik. Görək qadınlarda yumor varmı və ya nə tipdə videolar seçiblər. Əgər bu seriyanın davamını gəlmək istəyirsə, bu videoya 3000 like atmağınız kifayət deyirik və keçirik görək qadınlarda yumor varmı? Getdik. Alo. Taksi vurmuşdunuz lan sizdə. Gəlin mən. Yok konumak gelme. Yaxşı başlamadıq birinci videoyla. 1-də 0 gedirik. Bir de bana hiç vakit zəng eləmə. Allah'ım ne olur zəng eləsin də. Başım batsın zəng elə də. Allah'ım ne olur zəng eləsin, ne olur zəng eləsin. Bir de ona hiç vakit sert davranmayacağım ama zəng eləsin də ne olur. Aha zəng eləyir. Mən sənə bir də mənə zəng eləmə demədim. Süz deyə, cəhənnəm ol. Əzə baxanda bu video yumorla bir əlaqəsi yoxdur. Bu sadəcə reallığı əks etdirən bir videodur. Buna görə də bunu qatmayacağam bura. İndiki analar, mən okey ana deyirəm, ola bilər mənim bu söhbətdə söz haqqım yoxdur. Amma mən bir müşahidəçi olaraq belə də olmaz da, uşaq sürtür özünü. Gəlir bunu da atır yerə, bunu dağıdır, bunu gəmirir. Ananın dediyi sözə bax. Firuz, mama qurban. Bu nə Firuz? Firuzu mən bilirsən, bax. Belə eləyir, mən ona söz deyəmərəm, travma alır. Mən alırım o travmanı, əsəb keçirdim mən. Mən ərə getməmişəm ki, uşağım olmasın. Vacib, mən sən uşağıma görə niyə əsəb keçirməliyəm? İnşallah bu video yaxşı yerə getmir. Bəlkə bağlayım bu videonu. Deyəsən qadınlarda yumor yoxdur deyənlər haqlıdırlar. Mən beləyəm. Məni belə qəbul edirsən elə. Ölümsün cəhənnəm elə qara gör elə. Yəni mən sözüm gəldi, onu deməsəm ölürəm. Səhərəcə yata bilmirəm. Təzim qalıb başım var ki, mən bunu niyə demədim. Yaxşımda pisində. Başındakı şey o bir dənə kuş var, belə yerilir, tərpənir. Elini ilə ona oxşayır. Bu emoji qədər ikinci bir cringe bir emoji yoxdur da, həqiqətən deyirəm. Yəni ayda üzürlü say cavab yaza bilmədim. Evet, tutan kimi yatıp qalmışam təsviri. Tamam, bu yaxşıydı. Bu o sənə baxanda bu qat-qat yaxşıydı. Tamam. Buna keçirəm. Okay. Biraz çanta qoymaq falan gec oldu hələ. Düz ver. Bax qapını açdın, direkt yapışmalısan yerə. Bu Hun kəşfətdə olan gizli mənim. Təbrik edirəm. Cala ödülün verirəm sənə, aparıb işlələrsən. Bu ara bunu kəşfətdə heç görməmişəm. Yaxşı çıxmıyor belə qabağıma. Babam adı nə olsa yaxşıdır. Nə olsun? Məməş. Hələ bununla məsələ bitmir. Nələrin adı nə olsa yaxşıdır. Gilə. Baxın, kətdə söhbət düşüb, hamı dəqiqə, bir dəqiqə dayanın. İndi Məməş gəlib söhbəti həll edir. Məncə buna gülənlərin psixologiyasında problem var, çox ciddiyəm. Gülüşüm gedirdik də, gəldi zayladı. 2045-im, 2045 Azərbaycanda vəziyyət. Güzel oğlancan bir dənə gül al. Birini ver yaxşı. O, elə bir dənə? Deməli sən mənə bir dənə gül layiq görsən, hə? Danışdırma məni. Heç sənin üçün bazbutlu qıza yaraşır bir dənə gül almaq. Al, hamısını ver. Ayda, yaxşı ver, hamısını ver. Çox sağ ol sevgilim. Güya reallığı əks etdirməyə çalışırlar. Güya hansı kişi eləyib də sən bunu görübsən və bu videoyu çəkirsən də, yəni hansı kişidir o? Bir dənə mən göstər də xahiş edirəm. Yəni gülməli video deyildi. O aslında deyim bu arada. Gülməli video deyildi. Qaqa Azərbaycanda yumor səviyyəsi ölüb. Yalla, ölüb buna ölüb. Hə gördün ki bu mənə ilişir, qımaya uğrar. Üzr istəməsin, heç söyləyən birisi deyiləm. Narahat olma, oğdaş söz. Bugün yoldan keçəndə az qala bir dənə maşınlar ölmə. Beynim söndü də, dedim düş aşağı, düşdüm aşağı, dedim sən kimsən hə? Mən var yoxluğun nəticəsində. Başa düşdüm. Hər şeyə başa düşdük orada mahnı girsə belə. Bu video yaxşıydı. Tamam, bu video yaxşıydı. Uşaqlar, siz söyüş söyən qızla və ya oğlanla sevgili olardınız, yazın yorumlara. Mən şəxsən olmazdım. İncə hep deyəcək, ayda sən qız da söyüş söyməsin, sənə dəxli var qızın söyüş söyməsindən zıtdır. Söhbət onda deyil uşaqlar. Sizin öz həyatınıza girməmişdən əvvəl bu onu bilir və ona əsasən girir və ya girmir. O girəndən sonra sən demirsən bunu elə, onu elə. Zaten əvvəlcədən o bunu bilir. Məsələn, deyirsən ki, açıq geyinməsin, söyüş söyməsin ya da nə bilim, oğlan dost olmasın. 3 dənə kriteriya dedim də sizin üçün. Məsələn, siz münasibətə girməmişdən əvvəl bu 3 kriteriyanı deyirsiniz. Qəbul edirsə girər, qəbul etməzsə girməz. Söhbət bundan ibarətdir. Yoxsa sən onun həyatına qadağan qoymuş olmursan, zaten o özü bunu qəbul edir ya da eləmir. Çünki onun qarşılığında zaten o da sənə bəzi şeylər tələb eləyə bilər. Nəsə bu videoda yaxşıdır, pis deyil o qədər. Deyib köçəlməyə rəfiqəm, mətbəx qapısından keçəndə kilo alan mən. İki çörək yeməm. Səhər zavtırıqda ben ağar yağı oğuzumun içine çəkməliyəm mən. Pendiri hara qoyum mən, pendiri hara qoyum. Təbii sözlərəm, əslində bu videonun qızlarla bəlaqəsi yoxdur. Bu şəhərdədir, səsi istifadə olunub deyə video gülməlidir. Buna görə də bu video sayılmır. Bu haqsızlıqdır ki, burada hilə var. Mama leke şeklimi pişirmişəm, indi yer. Can, qurban olar mama sizə. Az burnundan gəlməsin sən, o çukara pişirmişəm. Gel otur, zəhərlən də. Nə tərdidatlıdır. Buzlu qoyub qavan. Can, mama qurban olsunsa. Allah, qatı da tükür üstə, yaxşı. Allah.
bala. Qavarı qabağınıza götürməyin. Hambalam da mən, hambalam. Gəl çıxıb başımda oturun. Gəl başıma, gəl. Aslında qəşəng relatable bir video, yaxşıdır. Bax gülməli deyil, ancaq maraqlı videodur, qəşəng videodur. Bu keçər bizim şeyimizdən. Bax o şeyimizdir, bu şeyimiz nədir bizim şeyimiz? Keçir də ümumiyyətlə yaxşı video, onu deməsən şu. Yeni videodur. Sən uşaq olanda biz səni zibillikdən tapmışıq. Böyük bacısı. Numayət gecəm ay indi. Mənə cavab qaytarma. Mən səndən böyüyəm. Mənim əşyalarıma əlini vurma. Çünki sən məndən balacasan. Mənim qucağımda böyümüsən də sən kim olmusan Axırıncı olmadı ya. Mən də bacım hər dəfəsində mən əlifbanı sən mən öyrətmişəm. Sən balaca olanda kolyaskavı mən sürmüşəm deyə mənim gözümə soxurdu belə şeylər. Ha bu videoda qəşəng idi. Ana qurban, dur gedək bayrama, bir-iki də əşya alaq, bazarlıq eləyək. Ay ana, sabah gedərik də, indi yorğunam. Hə? Sabah gedərik? Yaxşı, sabah gedərik. Evlad doğdu, saat gör neçədir. Bazarlığa getdik. Ay Allah, yaramadım da, yaramadım. Hə, durdun? Hə, bazarlığa getəcəkdik. Neçədir saat? Gedərik də, saat neçədir? Neçədir? Nə atomdan yaradın, nə səndən. Saat 7 deyə. Özüm gedib alaram bu arabaya bazarlıq. Sonra yersiniz, boğmalanarsınız. Bilmirəm ya. Uşaqlar burada oturmuşam, tənqid edirəm oturduğum yerdən. Başa düşürsünüz məni? Nə sağlamıyor bacım, mən xoşuma gəlmədi nəsə. Həyatda bacımız var. Nəysə, baxacam. Çox şanslısınız. Çünki nə axtarsanız bacımızda var. Məsələn, sumkan bacımda, pomada qurtumda. Keçən səfər buna söz deyəndə mən bayağı bir listlənmişdim ki, niyə deyirsiniz? Qız orada video çəkib, zırt-pırt falan deyirdiniz. Yox, bu da keçmədi. Təəssüf ki, bu da keçmədi. Hətta mənfiyə belə düşər də bu videoyu inarsan yəni. Mama, iclasda nə dedilər mənim haqqımda? Heç nə. Dedilər ki, məktəbdə dava edirsən, oğlanlarla dalaşırsan, matematikadan da 3 almısan. Ona görə də bugün multik yoxdur. Matematika yox, riyaziyyat. Multik yox, dizi film. Bir otur gəlirəm, biraz hazırlaşıq. Səni görüm zəlil qalasa, məni bugün cəmaatın içində biabır elədim. Sənin çığırtını bu gecə Allahın yana çıxarmasam dədəmin qızı deyil, buraya görməzsiniz. Buraya görməzsiniz. Bir dəfə nə vaxt idi bilmirəm. 4-cü sinif Viktoriyanda nəsə bir yarışma edirdilər. Ən yaxşı oxuyanlara pul mükafatı verdilər. 3-cüyə 5 manat, 2-ciyə 10 manat, 1-ciyə isə 15 manat pul verdilər. Mən orada deyəsən 3-cü olmuşdum sinifdə. Ay mən evdə başıma oyun açdılar da. Niyə o birisilər 1-ci, 2-ci olur, sən 3-cü olursan? Mən evdə başıma oyun açmışlar Allah ki. Yəni ancaq indi buradan baxanda həqiqətən 3-cü olmaq da yaxşıdır da. Yəni o qədər uşağın içindən. Valideynlərin o qədər gözləntisi yüksəkdir ki, görmürlər başqa şeylər. Yəni orada uşağa həvəsinə salmaq yəni deyirsən ki, yenə gəl, daha yaxşı oxuyarsan falan filan. Hə bu videoya gələcək olarsak, bu video yaxşı idi bu arada. Nə oldu? Hara gedirik? Bilmirəm, istidir, danışmaq istəmirəm, əl çək. Nasıl çatmadı? Əlini çək, isti, yapışırsan, vurma mənə. Gəlmirlər. Bilmirəm, siz hardasınız, mənim təpəmi gün dağıtdı. Ayda, bir dənə buna bax, mən yəni ağ eləmirəm də, yəni 28 dərəcədir. Ay 28 dərəcə nədir? Biz 40 dərəcədə çay içən millət yeməzənəsən sən. Sizə dözümlülük yoxdur. Qış zordur, qış Allah zordur. Heç olmasa bürünürsən, özünü isti tuta bilirsən, də başa düşürsən. Ancaq yayda istiyə qarşı heç nə eləmək olmur. Heç nə eləyə bilmirsən. Ancaq qışda qorunmaq olur da bir şey gedirsən. Ancaq yayda nə qarasan lüt gedəsən. Bu da yaxşı keçdi. Yan masanın konusu sizin masanızdan daha ilginçdir. My daughter looks miserable, so maybe we should put Kalani in her place. No, I never said that. Yes, you most certainly did. No, I didn't. Sən bir də sözlərim, əslində baxanda maraqlı videodur. Prosto niyə türkçə yazmısınız ki? Ancaq sən bir Azərbaycanlısan, məncə Azərbaycanlı yazsaydın daha yaxşı olardı. Pis video deyildi, ancaq bu keçməyəcək çünki türkçə yazmışlar, öz dilinizə yazmışdı. Nədir? Olur musun burada? Niyə otursan ki burada? Kəsmək istəyirsən, hə? Yer yoxdur da. Qoymayacam ki. Mən bu qələmi bura qoyuram, dəftəri də bura mənimdir, bura sənindir. Buradan otomatik keçmək olmaz. Bu tip uşaq bizim sinifdə də var idi. İbtidai sinifdə boğaram da bu dəqiqə o uşaq burada olsa sən ölən çox qızıq idilər. Özü də ay zibil. Eynilə bunun kimi idilər də. Yəni bildiyim başıma oyun açırdılar da məktəbdə. Sırf mən onların üzündən məktəb dəyişmiş adamım. Mən bildiyim məni qınağa gətirmişlər də Allah ki. Yaxşı da dəyişmişəm o məktəbə. Bu da yaxşı keçirəm bu videonu. Ancaq ki arxaya qoyduğun mahnı çoxdur. Onu biraz koddan almalısan deyirəm. Mən keçirəm. Şəkəri kəsirəm bir gün. Tatillərdə qalmışam ay ay. Elə bilirlər qocalmışam ay ay. Bunlar mənim torbamı Yorumlar oxuyacağım, mən yorumlarda yazıblar. Deyəcəkdim ki, qızdır deyə bunu lisləmirlər, eşə demirlər. Prosto biraz yorumlara inən də kifayət qədər yazan var. Prosto mən qədər yazmırlar. Mən bu videonu çəksəm var. Ay, yorumlarım başlayarlar. Bəqə gülməli deyirsən, üstəyəndə gülürük. 1 2 4. Ondan sonra Azərbaycanda yumor ölüb, Azərbaycan mizah səviyyəsi ölüb kimi şeylərdən dolardı da mən yorumlarım vallahi ki. Bu səbəblərindən biri odur ki, mən özüm insanları tənqid edirəm deyə, mən çəkdiyim videolara şeylə əlavə reaksiya göstərirlər də. Deyirlər ki, cəmaət tənqid edirsən, öz çəkdiyim video nədir kimisindən. Hiç zarafatlar bu videoda keçərmi? Ortada da, tam bilmirəm. Keçdi, tamam, keçildirəm. Okey, keçdi bu. Arıqlamaq üçün toyuqla qreçkaya. Bu
yaxşı idi. Bax bu yaxşı idi. Bu xoşuma gəldi. Bunu direkt keçirəm. Bu həqiqətən yaxşı idi. Aytaç yolumuz uzaqdır, dur gedək. Burada bir evimiz olsaydı qalardıq. Yoxdur da indi ona görə durub getmək lazımdır. Dur ayağa. Heyf, orada bir dənə evimiz olsaydı qalardı. Qəşəng video idi. Bunu da keçirəm. Necə sənsiz yatam mən, səni başdan atam mən, bir şam gəlmədi şey. Əgər bir zarafatı başa düşməz 2 saniyədən artıq çəksə, deməli o zarafat yaxşıdır uşaqlar. Bu görə də gedin özünüzə təzə ev alın və baldızla yaşamayın uşaqlar özünüz. Ki hansı biriniz evlənəcəksiniz bu videoya baxanlardan. Bir də yorumlara yazın da. Görün evli biri var ümumiyyətlə mənim videolarıma baxanda. Biri yazsın. Görün belə şeylər yaşayırsınız həqiqətən. Mən sənin köhnə sevgilinəm. Sənə geri döndüm çünki sən hələ də mal olub olmadığını yoxlamaq istəyirəm. Əgər görsəm yenə balsan, çıxıb gedəcəm. Sənə geri döndüm çünki həyatının çox mükəmməl olduğunu gördüm və pozmağa gəldim, amma yenə gedəcəm. Sənə geri döndüm çünki o birisilərin çox ağıllı olduğunu görürəm və sən saf olduğun üçün biraz səndən vaxt keçirmək istəyirəm. Sənə geri döndüm çünki heç kimdən borc istəyə bilmirəm. Mənə bir 100 manat verə bilərsən. Bu arkadaşı nə əlaqə? Arkadaşı şeyli değildi yani. Bayağı haqlı və düz videodur uşaqlar. Əgər köhnə sevginiz sizə döndürsə və onu həqiqətən qəbul edirsiniz, həyatda ikinci bir axmaq adam tapa bilməzsiniz sizin qədər. Həqiqətən deyirəm. Bəs uşaqlar bu video bu qədərdir. Ümid edirəm sevdiyiniz bir video olmuşdur. Bu tip videoların davam gəlməsi üçün bu videoya 3000 like atmağı unutmayın. Sizcə qadınlarda yumor varmı? Bunu da yorumlar qismində tartışaq. Görə elə hansı videolarda yumorun olduğunu düşünürsünüz, hansı videolarda yumorun olduğunu düşünmürsünüz. Təşəkkür edirəm. Görüşmək üzrə. Əvvəla bu var desə çıxma.